27 sentyabr 2020-ci il tarixi millətin yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Məhz həmin tarixlə zəfərə gedən yolumuzun təməli qoyuldu. 2020-ci il sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu geniş miqyaslı təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatına başladı. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Vətən müharibəsində kulminasiya nöqtəsi sayılan tarix, noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Belə vəziyyətdə Ermənistan rəhbərliyinin qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tört höküntüləri də döyüş meydanlarında son nəfərinə qədər məhv ediləcəkdi, ya da ağ bayraq qaldırıb biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki qəbul etdi və noyabrın 10-da Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyəti etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Qazanılan mütərəqqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi. Ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu. Milli birliyimiz daha da möhkəmləndi. BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu. Yalançı erməni uydurmaları ifşa olundu. Ermənistan üçünsə uydurma iddialardan əl çəkib, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-sində müharibənin başlandığı 27 sentyabr tarixinin anım günü olaraq qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Bu, şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüyüş təşkil edildi. Ali Baş Komandan Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva da yürüyüşdə iştirak etdilər. 44 günlük vətən müharibəsi ilə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. 3 il ərzində Ermənistana dəfələrlə sülh üçün müraciət etsək də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır. Bununla da kifayətlənməyərək suveren ərazilərimizdə terrorist fəaliyyətlərini davam etdirirdi. Ermənistanın torpaqlarımızda qeyri-qanuni fəaliyyətinə cavab olaraq Azərbaycan 2023-cü il 19 sentyabr tarixində üç tərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Bununla da dövlət suverenliyimiz, ərazi bütövlüyümüz təmin olundu. Azərbaycan bayrağı Xocalıda, Ağdərədə, Xankəndidə də dalğalandı. Azərbaycan tarixi zəfərə imza atdı. Şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı. İşğalçı Ermənistanın layiq olduğu yer göstərildi.